Mən geri dursam heç Bəkirin qızı deyiləm ki. Bir addım geri atsam heç atamın qızı deyiləm. Yox, mən tələb eləyəcəm də. O dediklərinin hamısını sübut eləməlidir. Yox, bu elə belə keçən məsələniz. Mənim 20 illik sağlam ailəm zadım. Kimsə mənim ailəmə dil uzatsın. Mən heç kimin ailəsinə dil uzatmamışdım. Heç kimin uşağına yetimlər və zəhər qazan deməmişdim. Çünki mən o səviyyən adam deyiləm. Yenə dedirəm, uşaqlarıma yetim dedikcən oldu. Mənim həyat yoldaşım dünyasını dəyişmədi ki, 20 ildir, min şükür Allaha. Yox, keçmək söhbətindən ümumiyyətlə söhbət gedə bilməz. Keçmək məsələsindən söhbət gedə bilməz. Nə qədər istəyir fanatlarını töksün bura, yalandan akkauntlarda, bilirsiniz, səhifəmə girməyənlərin hamısı burada səhifəmdədir. Ona görə o ona cavab verəcək bir mənalı şəkildə. Onun paltarı sizə qalmışdı. Yox, sənin uşaq pulun mənə qalıb, başqa heç nə mənə qalmayıb, heç nə mənə qalmayıb. Bir dənə sənin uşaq pulunun dərdidir mən. Mən bir dənə onu həll eləsəydim, sən dincələcəkdin, vəssalam. Xoşunuz gəlir də onda da, xoşunuz gəlir elə adamlara baxanda. Belə də ki, zor eləyir. Vallahi elə əyində-əyindəkini soyunsunlar. Onsuz da Adəm evladı lüt yaramayıb. Anadan doğulunda lüt doğuluruq da. Əncir yarpağından zaddan tüpürək yapışdıraq, vəssalam da. Heç kim heç kimə baxmayacaq. Heç kimin heç kimə qarşı bir şəhvət hissi oyanmayacaq. Çünki hamı zaten lüt olacaq. Hamı arvadını, uşağını, oğlunu, qızını hər yerdə görəcək. Nə var? Niyə özümüzə zülüm veririk? Bu rent paltar alırıq. Niyə? Yox, üzr istəmə məsələsi yoxdur. Keçməyəcəm, yox. Yox, üzrlə bitən məsələ deyil bu. Space TV-dən təpəvi qapaz vurdular, səni qovdular. Sən onu mənə sübut eləyəsən ki, mən təpəmə qapaz vurub mənə qovublar. Onun hamısını mənə sübut eləyəcək. Onun dediyi bir cümlə özündə düzgünlük daşımır. Bir cümlə. Birini düz deyərdi, ikisini qurban eləyərdim onun düz cümləsinə. Amma ki, yəni mümkün deyil. Mən bundan sonra da mövqeyim belədir. Nəyi ifrat görəcəmsə göstərəcəm, haqqında şərhimi verəcəm. Heç kimi təhqir etmədən tənqidimi eləyəcəm. Bizim konstitusiyayla hüququmuz var tənqid etməyi, vəzifəsindən asılı olmayaraq hamını tənqid etməyə ixtiyarımız var. Hamını tənqid etməyə. Heç kim mənə deyim, sən ilişdin, sən sataşdın, sən belə getdin, nə bilim, nə. Ay ki, mən fəaliyyətimə baxın, sən ilişdin, sən sataşdın, nədir? O nə deməkdir ki? Biz mənim nəyim jurnalisti bugün mən gördüyüm mənfini deyə bilmirəmsə, nətər olur? O nətər mən jurnalist oldum ki? Ey Allah. Geyimini müzakirə elədin, yaxşı elədim. Nə dedim ki, geyimini müzakirə elədim? Deyim, çox iyi becər görsənirsiniz də. Falan mən bilmədim, siz aşıq olmuşsunuz, həqiqətən də mən çox üzr istəyirəm. Az qaldım ki, daha üzr istəyəm. Ondan ki, bu geyimin nə qədər fanatizadı var imiş. Bəs özünüz deyirsiniz ki, Nigar Camalı özü tənqid eləmişdi. Mən Nigar Camalı tənqid eləmişdim o geyimdə. Bəs siz də deyirsiniz ki, Nigar Camalı özü tənqid eləmişdi. Nə oldu, Nigar Camalı tənqid eləyir, özü Nigar Camalı geyinən kimi geyinir. O necə olur ki elə? Əşi, neyse, nə halınız var, görün Allahınız var, gedin xahiş eləyin, geyindiklərində soyunsunlar, sən Allah. Sizə xoş, mən ondan da xoş. Tək o geyinmir ki, yaxşı bilən söz bilbir, tək o geyinmir ki. Sevinək tək o geyinmir, beşi də geyinir, Sevinək, ura, nihayət ki, ay Allah. Soyunduraq da yavaş-yavaş hamısında. Daha görəcəklər ki, siz bu boyda soyunanlara dəstək olursunuz. Daha soyunacaqlar onlar da yavaş-yavaş. Dizi seydən dediyi söz kimlər? Cəmiyyət ölümü lütlənənlərdən ötürü.